Növbəti mövzumuz cümlənin şəxsə görə növlərindən olan adlıq cümlələrdir. İndi adlıq cümlənin xüsusiyyətlərinə bir fikir verək. Əşyanın adını çəkməklə onun varlığı haqqında məlumat verən sadə cümlələrə adlıq cümlələr deyilir. Yəni, burada artıq adından göründüyü kimi hər hansı bir xəbərdən söhbət getmir. Sadəcə əşyanın adı çəkilir. Və bu adın çəkilməklə onun varlığı haqqında, mövcudluğu haqqında məlumat verilir və yaxud da ki, təsəvvür yaradılır. Bu cümlələrin xəbəri olmur və bərpa edilmir, yəni düşünmürük. Bu cümlələrin xəbəri olmur. Deməli, bu cümlələr digərlərindən fərqli olaraq xəbər əsasında yox, mübtəda əsasında formalaşırlar. Yəni, bu artıq mübtəda əsasında formalaşan cümlə növüdür. Müxtəsər və geniş ola bilər, yəni mübtəda var və mübtədadan başqa digər cümlə üzvləri də iştirak edə bilər. Belə cümlələr daha çox şeirlərdə, publistik əsərlərdə və dramatik əsərlərin remarkalarında istifadə olunur. Yəni, burada şeirlərdə, publistik əsərlərdə, remarkalarda istifadə olunur. Yəni, adların, əşyanın adını çəkməklə təsəvvür yaratmağa xidmət edir. Ona görə də bu hissələrdə istifadə olunur. Adlıq cümlə ümumiyyətlə gündəlik danışığımızda istifadə olunmur. Buna xüsusi diqqət eləmək lazımdır. Və yenə bir qeyd əsasdır. Bu, biraz da mürəkkəb cümlə ilə bağlıdır. Bəzən mürəkkəb cümlələrin təhlili verilərkən, deyir ki, məsələn, mürəkkəb cümlədən tərkib hissələri haqqında səhv fikir müəyyənləşdirin. Deyir, birinci tərəf, məsələn, müəyyən şəxsi cümlədir, ikinci tərəf adlıq cümlədir. Yəni, bu, bilin ki, həmişə səhvdir. Çünki mürəkkəb cümlənin tərkib hissəsində adlıq cümlə heç vaxt iştirak edə bilməz. Yəni, adlıq cümlə mürəkkəb cümlənin tərkib hissəsi ola bilməz. Bunu da bir qayda şəklində yadda saxlamaq lazımdır. Nümunələrə baxırıq. 1943-cü il Kursk tankların uğultusu. Yəni, bunlara baxırıq, hər birindən sonra nöqtə qoyulubdur. Yəni, artıq demir 1943-cü il idi, Kursk şəhərin və yaxud da ki, tankların uğultusu gəlirdi və s. şəklində demir. Sadəcə onların ilin adı çəkilməklə, şəhərin və yaxud da ki, o əşyanın adı çəkilməklə onların mövcudluğu haqqında məlumat verilir. Hamısı da mübtəda formasındadır. Aran, uzanan mavi kür, göz oxşayan meşələr. Yəni, bunların adı çəkildikcə, yəni insanın ağlında artıq bu təsəvvür meydana gəlir. Yəni, və burada da fikir verək, aran cümləsi ancaq mübtəda formasındadır. Kür, nə? Necə kür? Mavi kür təyindir. Uzanan, burada yenə təyindir. Deməli, birinci cümlə müxtəsərdir. İkinci cümləmiz genişdir, çünki ikinci dərəcəli üzv var. Meşələr, nə? Mübtəda. Göz oxşayan feil sifət formasında, tərkibi formasındadır. Bu da təyin yenə ikinci cümlədə yenə geniş cümlədir. Adlıq cümlədə əsas diqqət olunacaq məsələ budur. Bir də bəzən elə cümlələr olur ki, onlara xəbərli şəkildə artırmaqla cümlənin növünü dəyişdirə bilər. Məsələn, axşam bu cümlə adlıq cümlədir. Yəni, sadəcə mübtədaya uyğun gəlir və bu adlıq cümlədir. Ancaq axşamdır desək, bu xəbər olacaq və burada da mübtəda təsəvvür oluna bilmir. Bu da olacaq şəxssiz cümlə. Yəni, bəzən adlıq cümlələrin sonuna xəbərli şəkildə artıraraq onu biz şəxssiz cümləyə çevirə bilərik. Və yaxud da şəxssiz cümləni sonundakı o xəbərli şəkildə ataraq adlıq cümləyə çevirə bilərik. Yəni, bunun kimi belə misallar çoxdur. Məsələn, yenə səhər desək, səhər. Bu adlıq cümlə olacaq. Səhərdir desək, səhərdir desək, bu da olacaq şəxssiz cümlə. Yəni, belə hallar mövcuddur. Yəni, sadəcə xəbərli şəkildə artırmaqla o cümləni biz şəxsi görünümünü dəyişdik. İndi bir neçə cümlə verilibdir. Həmin cümlələr birlikdə təhlil edək və hansı şəxsə görə cümlə hansı növünə aid olduğunu müəyyənləşdirək. Səhnəci hazırlamağı bizə tapşırdılar. Tapşırdılar xəbər. Kim tapşırdı? Cümlədə məlum deyil. Deməli, fikir versək, xəbər üçüncü şəxsin cəmindədir. Üçüncü şəxsin cəmində xəbər olan iki cümlə ola bilər. Hansı ola bilər? 1. Qeyri-müəyyən şəxsli ola bilər. Bir də ümumi şəxsli ola bilər.
Yəni ehtimallar üzərində fikirləşmək lazımdır. Yəni bunların, yəni birinci növbədə cümlənin şəxsi görünən növləri, hansının xəbəri neçə şəxsdə olur, bunları yaxşı bilmək lazımdır və təhlil edərkən bu cəhətdən təhlil etmək lazımdır ki, yəni çox uzun fikirləşməmiş olaq. Tapşırıqlar deyəndə artıq üçün şəxsin cəmində xəbəri olan və mübtədası iştirak eləməyən iki cümlə növü var. Qeyri-müəyyən şəxsi cümlə, bir də ümumi şəxsi cümlə. Və buna fikir versək görərik ki, bu hər kəsə aid olan bir şey deyil. Yəni ümumi şəxsi cümlə olmayacaq, cümlənin növü olacaq nə? Qeyri-müəyyən şəxsli cümlə olacaq. Elə bil məni yuxudan oyatdılar. Oyatdılar. Yenə fikir verək. Üçüncü şəxsin cəmindədir. İki ehtimal. Qeyri-müəyyən şəxs cümlə olma ehtimalı var, bir də ümumi şəxs cümlə olma ehtimalı var. Həm də burada öyrənilən digər nəzəri məsələ var idi. Elə bil modal sözü iştirak edirdi. Qeyri-müəyyən şəxs cümlələrdə bu qeyd eləmişdik ki, elə bil, sanki, güya və s. modal sözlər iştirak edə bilər və bu zaman cümlə reallığı əks etdirmir. Yəni elə bil məni yuxudan oyatdılar da, həqiqətən də mən yatırdım, kimsə məni yuxudan oyatmır. Sadəcə hadisələrdən xəbərdar olma məsələsinə görə belə bir təsəvvür yaranır. Ona görə də bu da yenə qeyri-müəyyən şəxs cümlə olacaq. Cücəni payızda sayarlar. Sayarlar. Üçüncü şəxsin cəmində. Yenə iki ehtimal olacaq. Qeyri-müəyyən şəxs cümlə olma ehtimalı var, bir də ümumi şəxs cümlə olma ehtimalı var. Və cücəni payızda sayarlar deyilən zaman bir fikir verir, həm atalar sözü formasındadır, həm də buradakı fikir hamıya aiddir. Yəni heç də qeyri-müəyyən şəxsə aid deyil, hər kəsə aid olduğuna görə düzgün cavabımız nə olacaq? Ümumi şəxsi cümlə olacaq. Dəmiri isti-isti döyərlər. Üçüncü şəxsin cəmindədir. Yenə iki ehtimal var, ya qeyri-müəyyən şəxs cümlə olacaq, ya da ümumi şəxsi cümlə olacaq. Ancaq fikir verdiyimiz kimi görürük ki, bu atalar sözü formasındadır, həm də fikir hər kəsə aiddir, qeyri-müəyyən şəxsə aid deyil. Deməli, yenə burada da cavab olacaq ümumi şəxsli cümlə. Uşağın yatmaq vaxtıdır. Yenə burada mənsubiyyət və yiyəlik hal məsələlərində mütləq diqqət eləmək lazımdır. Yəni, deyək ki, xəbəri bəzən uşaqlar götürürlər, amma fikir vermək lazımdır ki, burada mənsubiyyət var. Mənsubiyyət varsa bilmək lazımdır ki, mənsubiyyət şəkilcisi ilə işlənən söz əsasən yiyəlik halda olan sözlə əlaqələnir. Ehtimalı nəzərə alaraq bir baxmaq lazımdır. Görək ki, uşağın vaxtıdır. Yəni, bu oldu üçüncü növ təyinli söz birləşməsi. Deməli, bu hamısı birlikdə təhlil olunacaq. Uşağın yatmaq vaxtıdır. Hamısı xəbər. Mübtəda haqqında heç bir təsəvvür oyanmır. Üçüncü şəxsin təkindədir. Və mübtəda da düşünülə bilmir, təsəvvür olmursa artıq bu şəxsi cümlə olacaq. Yayın qızmar ayları idi. Yenə baxırıq ayları. Mənsubi şəkilçi, yiyəlik hal şəkilçi, yayın ayları, yəni üçüncü növ təyinli söz birləşməsi. Hamısı birlikdə cümlənin xəbəri olacaq. Yenə üçüncü şəxsin təkindədir və şəxsi cümlə olacaq. Çünki bunun da mübtədası təsəvvür olunmur. Qarabağ, Xan Sarayı, Vaqifin evi. Görürük ki, burada hər hansı bir xəbər yoxdur. Sadəcə əşyanın adı çəkilməklə, məkanın adı çəkilməklə varlığı təsəvvür olunur. Qarabağ, Xan Sarayı, Vaqifin evi hamısı mübtəda formasındadır. Yəni, xəbər də yoxdursa artıq bu olacaq adlıq cümlə.